mən sizlərə 3-cü sinif riyaziyyat dərslikdən tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Qanun uyğunluğu müəyyən edin və boş yerlərə uyğun ədədləri tapın. Baxaq. 402, 502, 602. Baxırıq ki, yüzlük mərtəbələrinin sayı bir vahid artıb. Yəni ədəd İkinci ədəd birincidən 100 vahid böyükdür. 602-nin üzərinə 100 gəlsək 702, 702-nin üzərinə 100 əlavə etsək 802 edər. 844, 854 onluq mərtəbəsinin sayı bir vahid artıb. Yəni ikinci ədəd birincidən 10 vahid böyükdür. 854-ün üzərinə 10 gəlsək 864, 874-ün üzərinə 10 əlavə etsək 884 edər. Növbəti tapşırığımıza baxaq. 567, 577, 587 onluq mərtəbəsi bir vahid artıb. Yəni ikinci ədəd birincidən 10 vahid böyükdür. 587-nin üzərinə 10 gəlsək 597, üzərinə 10 gəlsək 607 edər. 799, 699 baxırıq. Yüzlük mərtəbəsinin sayı bir vahid azalıb. Yəni ikinci ədəd birincidən 100 vahid kiçikdir. 699-dan 100 çıxsaq 599, 499-dan 100 çıxsaq 399 edər. Növbəti tapşırığa baxaq. Sizcə uşaqların fikri doğrudurmu? Baxaq, anar bizə nə deyir? Anar deyir ki, 840 ədədinin yüzlüklərinin sayını bir vahid azatsam, ədədin özü 100 vahid azalar. 840 ədədində yüzlüyün sayını bir vahid azatsam, deyir, ədəd özü 100 vahid azalmış olar. Yüzlüyün sayı 8-dir, bir vahid azatsaq olacaq 7. Onluq və təklik olduğu kimi qalacaq 740. Həqiqətən də ədəd 100 vahid azalmış oldu. Və ya, əziz şagirdlər, qayda olaraq yadınızda saxlaya bilərsiniz ki, əlavə məlumat kimi yüzlüyün sayını bir vahid azaltmaq, bax, verilən ədəd 840-dır. Yüzlüyün sayını bir vahid azaltmaq o deməkdir ki, 1-i 100-ə vurursan, 100, 840-dan 100 çıxırsan. Əgər 2 vahid azatsaydı, 2-ni 100-ə vurardıq, 200, 840-dan 200 çıxardıq. Yüzlüyün sayını 5 vahid azaltmaq, 100-ü 5-ə vurmaqdır. Yəni, həmin ədəd 500 vahid azalmış olar. Burada da 840 ədədidir. Yüzlüyün sayını 1 vahid azaltmışıqsa, bəli, həqiqətən də bu ədəd 100 vahid kiçilib, edəcək 740. Davam edək. 840 ədədinin onluqların sayını 3 vahid artırsam, ədədin özü 30 vahid artar. Bu isə Səbinənin fikridir. Deyir, 840 ədədinin onluqlarının sayını 3 vahid artırsam. Ədədimiz 840-dır. Onluğun sayını 3 vahid artırsam, yüzlük olduğu kimi qalır. Onluğumuz 4 idi. 3 vahid artanda olacaq 7 və 0 qalır yerində. 840 idi, indi oldu 870. Həqiqətən də baxırıq ki, ədədin özü 30 vahid artmış oldu. Həmçinin onluğun sayını 3 vahid artırmaq, onluğun sayını 3 vahid artırmaq 3-ü 10-a vurmaq deməkdir. 3 dəfə 10-un 30 edir. Yəni, ədəd 840 idi. Onluğun sayını 3 vahid artırsaq, 3 dəfə 10-un eləyir 30. Həqiqətən də 840-ın üzərinə 30 gəlinidir 870. Bunu ədəd oxu üzərində də çəkməklə nümunələrdən göstərə bilərsiniz. Ədəd oxu aralıqlar götürə bilərsiniz və 843 vahid artırsaq, 850, 860, 870 ədədin üzərində dayanaraq həqiqətən də 30 vahid artmış olar. Müxtəlif nümunələrdən yaza bilərsiniz. Əsas odur ki, yəni tapşırığın mahiyyətini anlayaq. Verilmiş ədədlərdən uyğun olanlarını seçin. 5 rəqəminin mərtəbə qiyməti 50-yə bərabərdir. 5 rəqəminin mərtəbə qiyməti 50-yə bərabərdirsə, bu deməkdir ki, bizim onluğumuz 5 olmalıdır. 454. Baxın, burada 5 rəqəminin mərtəbə qiyməti 50-dir. Onluğu başqa 5 olan bir də 753. 753 ədədində də mərtəbə qiyməti, 5-in mərtəbə qiyməti 50-yə bərabərdir. 3 yüzlüyü 78 təkliyi var. 3 yüzlük 78 təkliyi. 3 yüzlüyümüz üzərinə gələk 78 dənə təklik. Bu deyir 378. Hansına uyğun gəlir? 378 ədədinə uyğun gəlir. Təkliklərin sayı onluqların sayından bir vahid kiçikdir.
Baxaq, hansı ədədlərdə təkliyin sayı onluğun sayından kiçikdir? 243 ədədində baxın, 3 təklik var. Təkliyin sayı 3-dür, onluğun sayı 4-dür. Təkliyin sayı onluğun sayından 1 vahid kiçik oldu. Başqa, burada 378 ədədində təkliyin sayı onluğun sayından böyükdür. 454 ədədi də, yəni bu da uyğun gəlir əslində, bunu da götürmək olar. Təkliyin sayı onluğun sayından kiçikdir. Sonra 544 ədədində təklik və onluğun sayı bərabərdir. 478 ədədində təklik və təkliyin sayı onluğun sayından böyükdür. 632 ədədində də təkliyin sayı 2-dir, onluğun sayı 3-dür. Təkliyin sayı onluğun sayından kiçikdir. Həmçinin başqa 243 ədədini qeyd etdik. 454 ədəd də uyğun gəlir. Təkliklərin sayı onluqların sayından 1 vahid kiçikdir. Bunu da qeyd etdik. Sonra 4 onluğu, 4 təkliyi, 5 yüzlüyü var. 5 yüzlüyü, 4 onluğu, 4 təkliyi. Bu hansı ədəddir? 544. 544 ədədinə uyğun gəlir. Növbəti tapşırığa baxaq. Aynur 13 onluq kubdan 1 yüzlük kub düzəltdi. Neçə onluq kub kənarda qaldı? Aynur 13 onluq kubdan 1 yüzlük kub düzəltdi. Əziz şagirdlər, 13 onluq kub nə deməkdir? 13 onluq kubumuz, 13 onluğumuz 130'a bərabərdir. 130'a. Deyir ki, və yaxud da düşünə bilərsiniz. 13 ədədində 130'un içərisində nə var? Bir yüzlük var. 3 onluq var. Bir yüzlük kub düzəltdisə, neçə onluq kub kənarda qaldı? Bir yüzlük düzəltdisə, 3 onluğun kubumuz kənarda qalmış olar. Müxtəlif üsullardan yaza bilərsiniz. Doğru bərabərlikləri müəyyən edin. Doğru bərabərlikləri müəyyən edin. 562, 400'lük, 16 onluq, 400'lüyümüz 400. 16 onluğumuz 160. Bu da 2 təklik. 400'ün üzərinə 160 gəlsək, 560, üzərinə 2 gəlsək, 562. Doğrudur. 500'lüyümüz 500. 5 onluğumuz 50. 12 təkliyimiz üzərinə də 12 gələk. 500'ün üzərinə 50 gəlsək, 550. Üzərinə 12 gəlsək, 562 edər. Doğrudur. 500'lüyümüz 500. 16 onluğumuz 160. Üzərinə də 2 gəlsək. Bu edəcək 662. Burada isə 562 yazılmışdır. Yanlışdır. 700'lük. 700'lüyümüz 700'dür. 30 onluğumuz 300'dür. Üzərinə 14 əlavə etsək, burada edər 1014. Bizə 734 verməlidir. Yanlışdır. 600'lüyümüz 600. 13 onluğumuz 130. 730. Üzərinə də 4 gəlsək 734 edər. Doğrudur. 700'lüyümüz 700. Üzərinə 43 təklik gəlsək, 700'ün üzərinə 43 gələndə 743 edir. Bizə lazımdır ki 734 etsin. Bir daha diqqət edək. Doğru olanları qeyd etdik. Doğru olan oldu ikinci. Növbəti tapşırığa baxaq. Mağazada muncuqlar, yüzlüklər və onluqlar paketlərdə. Mağazada muncuqlar, yüzlük və onluq paketlərdə həmçinin tək-tək satılır. Lalə 4 yüzlük, 14 onluq paket və 5 dənə tək muncuq aldı. Lalə cəmi neçə muncuq aldı? Baxın əziz şagirdlər. Mağazada muncuqlar, yüzlük və onluq paketlərdə satılır. Bir də tək-tək satılır. Deyir ki, Lalə 4 yüzlük. 4 yüzlük. Qeyd edək. 14 onluq. Və 5 dənə təklik aldı. 4 yüzlüyümüz 400. Üzərinə gələ bilərik 14 onluğumuz 140. Üzərinə gələrik 5 təklik. Neçə edəcək? Edəcək 400 üzərinə 140 gəlsək 540. Üzərinə də 5 gəlsək
545. Lalə neçə muncuq almışdır? 545 muncuq almışdır. Və yaxud da bunu başqa yoldan da göstərmək olar. 400'lük 140 da buradadır. Bax, bunun bir yüzlüyünü ayırıb 400'ün üzərinə yaza bilərik. Edər, buradan yazaq. 500'lük üzərinə gələrik. 4 onluq üzərinə gələrik 5 təklik. Bu cür də yaza bilərik. Oyuncaq mağazasında kürəciklər onluq paketlərdə satılır. Samirin 100 kürəciyi var. O kürəciklərinin sayını 250'ye tamamlamaq istəyir. Samir onluq paketlərdən neçəsini almalıdır? Samirin hazırda neçə kürəciyi var? Samirin 100 kürəciyi var. 100 kürəciyi var. Və o kürəciklərinin sayını 250'ye tamamlamaq istəyir. Bunu bu qaydada cədvəl olaraq da çəkib yaza bilərsiniz əziz şagirdlər. Baxın, ən anlaşıqlı, asan yol. Bu olsun yüzlük mərtəbəsi, onluq mərtəbəsi, təklik mərtəbəsi. Var hazırda 100 kürəcik, düzdürmü? Bir yüzlüyümüz, 0 onluğumuz, 0 təkliyimiz. Tamamlamaq istəyir. Deyəcəm. Tamamlamaq istəyir. Yüzlük, onluq, təklik yazı 250'ye 200'lük, 5 onluq, 0 təkliyə. Aha. İndi çatışmayanları gəlin onluq təkliyi olaraq burada qeyd edək. Bizə deyir ki, Samir onluq paketlərdən neçəsini almalıdır? Baxın, bir yüzlüyü var, düzdür? Bir yüzlüyü var. Amma bizə 250'dir. 200'lük olması üçün. Neçə yüzlüyü çatmır? Bir dənə yüzlüyü çatmır. Onluq burada 0'dır. Burada 5'dir. Demək ki, 5 dənə onluğu çatmır. Onluq mərtəbəsinə 5 yazırıq. Təkliki 0'dır. Burada da 0'dır. Elə qeyd edirik. 150. Buradan aydın olur ki, Samir 100 kürəciyi 250 kürəciyə tamamlamaq üçün onun 150 dənə kürəciyi çatmır. Neçə kürəciyi çatmır? 150 dənə kürəciyi çatmır. Bizdən deyir ki, Samir neçə onluq paketdən neçəsini almalıdır? 150 kürəciyi onluq şəklində necə göstərə bilərik? 150 15 onluq deməkdir. Yəni biz 100'ün üzərinə 150 gəlsək 250 edir. 150'ni də biz 15 onluq kimi göstərə bilərik. Və ya onluqlara, yüzlüklərə, onluqlara, təkliklərə ayırmaqla da göstərə bilərik. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.